Bir daha salam uşaqlar. Biz növbəti mövzuya keçirik. Dünya ölkələrinin regionlar üzrə qruplaşdırılmasına. İlk öncə regionlar haqqında sizə məlumat verəcəm. Deməli, dünya ölkələrinin regionlar üzrə qruplaşdırılması əlbəttə ki, onun bir çox səbəblərindən asılıdır. Bura istər təbii, coğrafi amillər aid olsun, istərsə də iqtisadi amillər aid olsun. Əsasən iqtisadi amillər nəzərə alınır. Və biz burada ilk öncə gəlin materikləri, sonra qitələrimiz sayaq. Deməli, bizim 6 materikimiz və 6 qitəmiz var. Hansı ki, materiklərimiz Avrasiya materikidir, Afrikadır, Avstraliyadır, Antarktidadır, Şimali Amerika və Cənubi Amerikadır. Qitələrimizə gəldikdə isə Avropa, Asiya qitələridir. Afrika, Avstraliya, Antarktida və Amerika qitəsi. Son dərsliklərdə 6-cı, 7-ci sinif dərsliklərində, hansı ki yeni dərsliklərdir, siz onlardan heç istifadə etməmisiniz. O dərsliklərdə deməli Amerika qitəsini 2 qitə kimi götürüblər. Şimali Amerika qitəsi və Cənubi Amerika qitəsi. Amma çox ehtimal ki, siz 11-ci sinif olduğunuza görə, o materiallardan istifadə etmədiyinizə görə sizə əgər sual düşərsə, ona 6 qitə kimi götürmək olar. Deməli, ilk öncə başlayırıq. Avrasiya materikini 2 qitəyə bölmüşdük. Avropa və Asiya qitəsinə bölmüşdük. Avropa ölkələrinin regionlarından danışaq. Deməli, Avropa ölkələri, Şimali Avropa ölkələri var, Orta Avropa ölkələri var, Cənubi Avropa ölkələri var, Şərqi və Cənub-Şərqi Avropa ölkələri var. Şimali Avropa ölkələrinə aiddir İslandiya, Norveç, İsveç, Finlandiya, Danimarka və bunların hər birisinin biz paytaxtlarını da əzbərləyəcəm. Videoda demirəm, çünki uzun vaxt aparacaq. Bunları mən sizə dərslərdə deyəcəm bir-bir. Orta Avropa ölkələrinə gəldikdə isə Niderlanddır, Böyük Britaniyadır, İrlandiyadır, Belçikadır, Fransa, Almaniya, Lüksemburqdur, İsveçrədir, Avstriyadır, Liechtensteindir ki, bunlar Orta Avropa ölkələri hesab olunur. Cənubi Avropa ölkələrinə isə Portuqaliya, İspaniya, İtaliya, Yunanistan, kiçik ölkələrdən hansı ki, burada göstərilib də oxlarla Andorra ölkəsi var, Monaco ölkəsi var. Andorra ölkəsi İspaniya ilə Fransanın da sərhədində yerləşir. Monaco ölkəsi yalnız Fransaya məxsusdur. San Marino və Vatikan isə İtaliyanın tərkibindədir və Malta ölkəsini də yadımızdan çıxarmayaq. Və Baltikyanı ölkələr, Belarus ölkələri, hansı ki, bu ölkələr də Estoniya, Latviya, Litviya və Belarusla Polşanın adını çəkəcəyik. Mərkəzi Avropa ölkələrindən Çexiya, Slovakiya, Macaristan və Sloveniya ölkələri. Cənub-Şərqi Avropa ölkələrindən Ukraynadır, Moldovadır, Ruminiyadır, Bolqaristandır, Makedoniyadır, Albaniyadır, Bosniyadır, Montenegrodur, Xorvatiyadır, Serbiyadır. Bunlar Cənub-Şərqi Avropa ölkələri hesab olunur. Gələk indi Asiya qitəsi ölkələrinə. Asiya qitəsi ölkələri özü də bir neçə hissədən ibarətdir. Mərkəzi Asiya ölkələri var, Şərqi Asiya ölkələri var, Cənub-Şərqi Asiya ölkələri, Cənubi Asiya ölkələri, Cənub-Qərbi Asiya ölkələri və bir də Şimali Asiya ölkələri deyəndə Rusiya nəzərdə tutulur. İndi ona da baxacağıq. Mərkəzi Asiya ölkələrinə nəzər yetirək uşaqlar. Deməli, Mərkəzi Asiya ölkələri Asiya qitəsinin mərkəzində dayanan, mərkəzində yerləşən ölkələrdir ki, bu ölkələrin heç bir okeana çıxışı yoxdur. Mərkəz ölkələri hesab olunur. Hansı ölkələrdir? Qazaxıstandır, ən böyük sahəsinə görə seçilən ölkələrdən, Monqolistandır, Qırğızıstandır, Özbəkistandır, Türkmenistandır, Tacikistandır. Bunlar həm də SSR-in tərkibində olan ölkələr hesab olunur. Şərqi Asiya ölkələrinə baxdıqda isə sahəsinə görə ən böyük ölkələri Çindir, Yaponiyadır və Koreya ölkələrinin adını çəkəcəyik. Hansı ki, Koreya yarımadasında 2 ölkə yerləşir. Şimalında yerləşir KXDR, Koreya Xalq Demokratik Respublikası, cənubunda isə Cənubi Koreya ölkəsi yerləşir.
Cənub-Şərqi Asiya ölkələrinə nəzər salaq. Cənub-Şərqi Asiya ölkələri bildiyiniz kimi Sakit Okean sahillərində yerləşən ölkələrdir. Hansı ki, bu ölkələr Laosdur, Vyetnamdır, Kambocadır, Filippindir, Bruneydir, Indoneziya, Singapur, Malayziya, Tayland, Myanma kimi ölkələrin adını çəkəcəyik burada. Cənub-Şərqi Asiya ölkələri gələcəkdə keçəcəyik. Ekvatorial, subekvatorial iqlim qurşağında yerləşir əsasən və bir də bayaqları sizə iki ölkənin adını çəkmişdim. Sosialist ölkələrdən Laosla Vyetnam ölkəsinin adını çəkmişdim. Deməli, Kuba idi, Laosdur, Vyetnamdır, Çindir, bir də KXDR, yəni Korey Xalq Demokratik Respublikası ölkəsinin adını çəkmişdik. Cənubi Asiya ölkələrinə gəldikdə isə burada 5 ölkə öz əksini tapır. 5 yox, daha doğrusu 6 ölkə öz əksini tapır. Hansı ki, bu ölkələr ən böyüklərinin adını çəkəcəyik. Hindistandır, Pakistandır, Nepaldır, Butandır, Bangladeşdir. Şri Lanka ölkəsi var, adada yerləşən ölkədir və bir də Malta, adada yerləşən Malta ölkəsini də yaddan çıxarmayaq. Cənub-Qərbi Asiya ölkələrinə nəzər salaq. Cənub-Qərbi Asiya ölkələri bizim ölkəmizin də Türkiyə kimi, Gürcüstan kimi ölkələrin də yerləşdiyi ölkələrdir. Cənub-Qərbi Asiya ölkələri əsasən quru iqlimi ilə seçilən ölkələr hesab olunur. Yəni ki, isti yerlərdə yerləşən ölkələrdir. Hansı ölkələrdir bunlar? Dediyimiz kimi Gürcüstandır, Azərbaycandır, Türkiyədir, Ermənistandır, Ərəbistan yarımadasında yerləşən Səudiyyə Ərəbistandır, Yəməndir, Omandır, Birləşmiş Ərəb Əmirliyidir, Bəhreyn ölkəsidir, Qətər ölkəsidir, sonra burada İrandır, Əfqanistan kimi ölkələrdir, Suriya, Livan, Fələstin, İsrail və İordaniya ölkələrini nəzərdə tutacaq. Şimali Asiya ölkələrindən isə bir tək Rusiyanın adını çəkmiş olacaq. Gəldik Afrika qitəsinin ölkələrinə. Afrika qitəsi ölkələri də bir neçə hissədən ibarətdir. Şərqi Afrika ölkələri var, Qərbi Afrika ölkələri var, Şimali Afrika, Cənubi Afrika və bir də Mərkəzi Afrika ölkələrinin adını çəkəcəyik buradan. Nəzər yetirək hər birisinə, baxaq buradan. Deməli, Şərqi Afrika ölkələrindən Efiopiyadır, Kenya, Somali, Tanzaniya, Zambiya və Uqandanın adını çəkirik. Mərkəzi Afrika ölkələrinə nəzər yetirəcəyik. Çaddır, Mardır, Kamerundur, Gabondur, Kongodur, Angoladır, Kongo Demokratik Respublikasıdır. Biri var qısa Kongo, kiçik. Bir də var Kongo Demokratik Respublikası. Bunlar hər birisi ayrı-ayrı ölkələrdir. Sonra Qərbi Afrika ölkələrinə baxaq. Senegal, Gvineya, Sierra Leone ölkələri var, Côte d'Ivoire var, Ghanası var, Burkina Faso'su var, məşhur bu ölkələrdən biridir. Niyə məşhurdur? Ən geridə qalmış ölkələrdən hesab olunur. Nigeriyadır, bu kimi ölkələr əsas iri ölkələr. Sonra Benin kiçik ölkələrindən, Togo ölkələri var, Greenwich xəttini kəsib keçdiyi ölkələr hesab olunur o ikisi. Şimali Afrika ölkələrindən Mavritaniyadır, Mərakeşdir, Əlcəzairdir, Tunisdir, Liviya, Misir, Sudandır. Biz hansı ki Afrikanın şimalında Araq dəniz iqlim tipində adını çəkmişdik. Və Cənubi Afrika ölkəsini burada göstərməyibdir. Amma mən sizə deyim Cənubi Afrika ölkələrini. Cənubi Afrika ölkələri hansılardır? Angoladır, Carın özüdür. Sonra orada Mavritaniya ölkəsi var, odur, Zambezi ölkəsi var. Bunların adı çəkilməyibdir. Yenə də mən sizə dərsdə xəritədə göstərərəm. Keçdik Amerika qitəsinin ölkələrinə. Amerika qitəsindəki ölkələr deməli Amazon hövzəsi ölkələrindən Amazon sahilində yerləşən ölkələrdir. Braziliya, Surinam, Qayananın adını çəkəcəyik. La Plata ölkələrindən La Plata ovalağında yerləşən Paragvay, Uruqvay, Argentina ölkələri. And ölkələrinə isə Venezuela'da, Kolumbiya, Ekvador, Peru, Bolivya, Çili kimi ölkələri götürürük. Və bu ölkələr əsasən Latin Amerikası, hansı ki Cənubi Amerikada yerləşən ölkələrə əsasən Latin Amerikası regionu ölkələri deyilir. Şimali Amerika ölkələrinə gəldikdə isə burada Kanada, ABŞ-ın adını çəkəcəyik. Meksika isə Latin Amerikası, yəni Cənubi Amerika regionuna aiddir. Baxın, bir də deyirəm, materik olaraq Meksika, Şimali Amerika materikindədir. Amma region olaraq Latin Amerikası, yəni Cənubi Amerika ölkələrinə aid hesab olunur.
Avstraliya və Okeaniya ölkələri var. Avstraliya və Okeaniya ölkələrindən Papa ən böyük Avstraliyanı götürəcək, Yeni Zelandiyanı, Papa Yeni Gvineyadır, Fijidir, Solomon ölkələrinin adını çəkirik. Və bir də hansı ki Şimali Amerika ilə Cənubi Amerikanın mərkəzində yerləşən Mərkəzi Amerika ölkələri var ki, hansı ki bayaqları mən sizə Latin Amerikası ölkələrinin adını demişdim və demək olar ki bu ərazi də Latin Amerikası ölkələridir. Sadəcə Amerikanın mərkəzində yerləşdiyinə görə biz onların adını bir-bir çəkəcəyik burada. Meksika da həmin Latin Amerikası ölkələrindəndir. Hansı ki məşhur adalardan Kubadır, Baham adalarıdır, Haiti, Dominikan adası, hansı ki Survivor'ın keçirildiyi ada Dominikan adasıdır. Honduras'dır, Guatemala'dır, Salvador'dur, Costa Rica'dır, Panama'dır, Nikaragua'dır. Bunların hamısı Mərkəzi Amerika, yəni Latin Amerikası ölkələrinə aiddir. Deməli, bu qədər. Bu bizim siyasi xəritəmizdə regionların bölüşdürülməsidir. Dünya ölkələrinin regionlar üzrə qruplaşdırılmasıdır. Burada siyasi xəritədə baş verən dəyişikliklərdən danışacağım sizə. Deməli, siyasi xəritə dəyişirsə, o siyasi xəritə dəyişən zaman xəritədə həm kəmiyyət dəyişikliyi, həm də keyfiyyət dəyişikliyi baş verir. Kəmiyyət deyərkən ölkənin sahəsinin dəyişməsi, hər hansı bir ərazinin böyüməsi, azalması ola bilər. Keyfiyyət dəyişikliyi dedikdə, məsəl üçün əgər o ölkə müstəqil idisə, başqa ölkə tərəfindən işğal olunmuş, artıq onun müstəqilliyi əlindən aldı. Və yaxud da ki, hansısa bir idarə etmə formasının dəyişməsi, məsəl üçün götürək ki, monarxiya idi, artıq respublikaya keçibdir və yaxud da ki, hansısa bir təşkilatlara qoşulubdur və yaxud da qoşulmayıbdır. Yəni, ölkənin iqtisadi, mədəni və sosial inkişafı ilə bağlı olan dəyişikliklərdir və buna görə də biz siyasi xəritəni iki yerə bölünürük, dəyişikliklərindən gedir söhbət. Kəmiyyət dəyişiklikləri, keyfiyyət dəyişiklikləri. Kəmiyyət dəyişiklikləri dedikdə yeni kəşf olunan ərazilərin ölkələrə birləşdirilməsi, müharibələr nəticəsində ərazilərin zəbt edilməsi. Burada qeyd olunubdur hər birisi. Mən bir də bunun altından xətt çəkmirəm. Baxın. Yeni kəşf olunan ərazilərin ölkələrə birləşdirilməsi, müharibələrin nəticəsində ərazilərin zəbt edilməsi, ölkələrin könüllü şəkildə birləşməsi, parçalanması, ölkələrin könüllü şəkildə verilməsi, yəni torpaq güzəştlərinin edilməsi, su hövzələrinin qurudulması nəticəsində ölkənin sahəsinin artırılması. Məsəl üçün, bu proses ən çox gedir Səudiyyə Ərəbistan ölkəsində, yəni Ərəbistan yarımadasında yerləşən Səudiyyə Ərəbistan da eləyir bunu. Orada Birləşmiş Ərəb ölkələri də eləyir, Bəhreyni də eləyir, Küveyti də eləyir, Yaponiya da eləyir. Ən çox polderlərin, yəni ərazisinin böyüdülməsi Niderland kimi ölkədə həyata keçirilir. Və bir də paytaxtların köçürülməsi kəmiyyət dəyişikliyinə aiddir. Keyfiyyət dəyişikliyinə gəldikdə isə müstəmləkələrin müstəqillik əldə etməsi. Məsəl üçün, bir zamanlar Afrika ölkələrinin Avropanın müstəmləkəsi olması, sonradan artıq onların yerində müstəqillik əldə etməsi, burada artıq keyfiyyət dəyişikliyidir. Dövlətin idarə formasının dəyişməsi, respublika monarxiya olmasıdır. Dövlətlər arası ittifaq və təşkilatların yaranması, yəni ölkənin hər hansı bir təşkilata üzv olunması və yaxud da təşkilatdan çıxması, dövlətlərin müxtəlif təşkilatlarla əməkdaşlıq etməsi, məsəl üçün götürək ki, Azərbaycan hansısa bir təşkilata qoşulması, ATƏT-ə qoşulması, Avropa İttifaqının qatılması və s. kimi məsəl üçün deyirəm. 5-ci də ölkələrin iqtisadi, mədəni və sosial inkişafı. Bu mövzu da bura qədər bəsdir. İndi keçirəm növbəti izahımıza.